buraxama qrupu deyək, xüsusi bir qrupdur. Niyə görə qrupdan istifadə edirəm? Sözsüz ki, qrupdayam və xanımların suallarına cavab verirəm. Yazırlar ki, sizə fərdidir, qrupdur. Baxın, xanımların sayı çox olduğu üçün mənim onların hamısına operativ şəkildə cavablandırmağım üçün, kiminsə də haqqına girməməyim üçün hamının birlikdə bir yerdə olması mənim üçün çox optimal bir variantdır. Ona görə də qrupda olsaz, onsuz da mənə sizin çıxışınız var, istədiyiniz qrupda yazırsınız və mən cavab verirəm. Və mənim qrupumdakı xanımlar o qədər gözəl xanımlardır. Yeni gələn xanımları elə doğmaları kimi qarşılayırlar ki, bu əlbəttə ki, mənim işim üçün çox böyük bir önəm kəsb edən bir şeydir. Çünki belə çirkin xislətli insanlarla işləyəndə dava, ondan sonra o niyə mənə bunu dedi, bu niyə onu dedi, belə tipli insanlarla işləmək də mümkün deyil. Doğrudan da mən onlara motivasiya verirəm, inam verirəm, onlar da mənə çox gözəl geri dönüş edirlər. Çox sağ olsunlar.